Salam Qurban, necəsən? Dərslər necə gedir? Salam Ülviyə, çox sağ ol, sən necəsən? Dərslər normaldır qaydasındadır, səndə necə gedir? Çox şükür, hər şey yaxşıdır. Səninlə bugün çox maraqlı bir mövzuya toxunmaq istəyirdim. Səncə tələbə akademik göstəricilərinə fokuslanmalıdır, yoxsa real bacarıqlarına? Əslində əla bir sualdır. Son illər ərzində aktual bir mövzuya çevrilib bu mövzu. Mənim fikrimcə əslində tələbələr bu dəqiqə çox narahatdır həmin problemdən. Çünki işə götürənlərin 70-80% demək olar ki, real bacarıqlara üstünlük verir. Akademik bacarıqlar ikinci plana atılıb bu dəqiqə. Mənim fikrimcə də tələbənin əsasən real bacarıqlara üstünlük götürülür. Səncə hansı bir tələbə hansı soft skillslərə, yəni bu bacarıqlara sahib olmalıdır ki, iş həyatında daha uğurlu olsun? Tələbənin əslində hansı ixtisasa yönəldiyi, hansı fakültəyə və yaxud da ki, hansı bir peşəyə yönəldiyi daha çox bundan üstünlük tutur. Məsəl üçün, mən marketinq ixtisasında oxuduğuma görə bildirə bilərəm ki, bizdə reklamların idarə olunması olsun, Instagramda işləmə olsun və yaxud da ki, satışın idarə edilməsi olsun, bizdə daha üstünlük bu təşkil edir. Digər ixtisaslarla daha çox belə əlaqəm olmadığına görə bu haqda sənə çox məlumat verə bilməyəcəm. Mən misal üçün kimya ixtisasında oxuyuram və bizdə nəzəri biliklər eksperiment aparanda, misal üçün laboratoriyada işləyəndə çox vacibdir. Çünki hər bir kiçik bir nüans bizim hansı eksperimenti səhv keçirməyimizə nəticələnə bilər. Lakin yenə də iş mühitində soft skills məncə çox vacibdir. Misal üçün tələbələrin akademik həyatdan savayı həm də karyera həyatında fəal olmağı, hansısa bir konfranslarda iştirak etməyi, könüllülük fəaliyyətləri mən düşünürəm vacibdir. Tələbələr mənim fikrimcə dərslərlə bərabər könüllülük fəaliyyətlərini də aparmalıdır ki, nəyə görə sadəcə 4-cü kursu bitirdikdən sonra işə qəbul zamanı iş rəhbərləri, rəhbər şəxslər daha çox könüllülük fəaliyyətlərinə baxır. Nəinki tələbələrin akademik biliklərinə. Akademik biliklər baxılır təbii ki də, belə deyim, akademik biliklər tələbələr üçün 60-70% üstünlük göstərirsə, 30% bunların könüllülük fəaliyyətidir, təcrübə proqramlarına qoşulmağıdır. Mən özüm 1-ci kursa daxil olduqda artıq dərslərlə yanaşı tələbə gənclər təşkilatında fəaliyyətə başlamışam koordinator kimi. Mən universitetə daxil olmamışdan qabaq belə tələbə gənclər təşkilatı haqqında məlumatım var idi. Instagram səhifələri olsun, Facebook səhifəsi olsun, artıq ümumi ittifaq haqqında məlumatım var idi. Artıq universitetə daxil olduqdan sonra mən maraqlanmağa başladım tələbə gənclər təşkilatı haqqında və rəhbər şəxslərə gəldim, çatdım və artıq koordinator kimi vəzifəsinə başladım. 3 il ərzində tələbə gənclər təşkilatı mənim həm dərs həyatımda, həm digər sosial məsələlərdə, həm təcrübə qazanmaq cəhətdən çox faydalı oldu mənim üçün. Müxtəlif konfranslar olsun, müxtəlif layihələr olsun, müxtəlif tədbirlər olsun, həmçinin özüm üçün koordinasiya bacarıqları yiyələndim və artıq bu dəqiqə tələbə gənclər təşkilatında ümumi sədr müavin vəzifəsini icra edirəm. Böyük ehtimal, yəni bundan artıq gələndə 4-cü kursam, tələbə həyatımı bitirdikdən sonra artıq mənim iş prosesimdə, iş həyatımda bu mənim üçün böyük bir göstərici olacağına inanıram. Bəli, Qurban, səninlə razıyam tamamilə. Bu təşkilatlar tələbələrin inkişafında çox böyük rol oynayır. Mən özüm də şəxsən bir çox nazirliklərdə fəal iştirak etmişəm, bir çox nazirliyin könüllü proqramlarında, təcrübə proqramlarında iştirak edirəm və düşünürəm ki, tələbəlik illərimizin sonunda artıq gələndə bizim əlimizdə bir nəticə olsun, yəni dərsdən savayı, diplomdan savayı bizim həm də soft skillslərimiz olsun ki, daha yaxşı inkişaf edə bilək gələcək karyera həyatımızda. Son illərdə insan resursları üzrə mütəxəssislər tələbələrin işə qəbul zamanı qiymət ortalamasına daha çox üstünlük vermirlər. Amma bu o demək deyil ki, tələbələr qiymət ortalamasını az şəkildə saxlamalıdır. Təbii ki də tələbələrin hər biri çalışmalıdır ki, qiymət ortalaması yüksək nəticələr versin. Bəli, Qurban, mən sənə tamamilə razıyam. Hal-hazırda şirkətlərin 55% işə götürərkən ümumi ortalama balları nəzərə alır və həmçinin tələbələrimiz xaricdə təhsilini davam etdirmək istəyəndə də bu ortalama ballar çox mühüm rol oynayır. Ülviyə, bilirsən, mən 1-ci kursa daxil olanda elə utancaq idim ki, yəni elə heç kimdən əlaqəm yox idi, ünsiyyətim yox idi. Amma artıq get-gedə kimsə tanıdıqdan sonra, rəhbərlik heyətini tanıdıqdan sonra, tələbə gənclər təşkilatını tanıdıqdan sonra mən orada müxtəlif layihələrə qoşuldum. Elə ən böyük layihəmizdən biri TGT nədir layihəsi oldu. Klublarımız var bizim müxtəlif. Klublarla birlikdə həm çıxışlarım oldu, öz rəsmi çıxışlarım olsun, həm klublarla, tələbələrlə aramızdakı kommunikasiya olsun, münasibət olsun, çıxışlar olsun və sair kimi şeylər. Universitetdə qazandığım təşkilati və kommunikasiya bacarıqların mənə gələcək iş həyatımda böyük dəstək olacağına inanıram.
Qurban, məncə biz hər iki istiqamətə fokuslanmalıyıq və biz gərək universitetimizin bizə verdiyi imkanlardan maksimum faydalanaq. Məsəl üçün tələbə gənclər təşkilatı olsun, tələbə həmkarlar ittifaqı, mübadilə proqramları, təcrübə proqramları bizim inkişafımızda çox böyük bir rol oynayır. Elə ən uğurlu tələbələr də bu ikisi arasındakı balansı qoruya bilənlərdir. Bəs siz necə düşünürsünüz? Tələbələr üçün praktiki bacarıqlar vacibdir, yoxsa qiymət ortalaması? Fikirlərinizi şərh bölməsində yaza bilərsiniz.